Paytaxtın Xətai rayonunda qanunsuz tikintiyə kim icazə verib? Xətai rayonu Cavanşir küçəsində 365 ünvanının həyətində 2 mərtəbəli qanunsuz obyektin tikintisinə niyə icazə verilib? Qanunsuz tikintilərə yaşıl işıq yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Xalq Azı məlumatına görə, sosial platformada və mətbuatda mütəmadi Xətai rayon ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı məlumatlar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazımi tədbir görmürlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Xətai rayonu Cavanşir küçəsi 365 ünvanında hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat yoxdur. Məsələ ilə bağlı rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı. Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən də heç bir açıqlama verilmədi. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.